Salam əziz dostlar. Bu gün mən sizə yaşlı gözlü qız haqqında məlumat verəcəm. Bu yaşlı gözlü qızın adı Lemidir. Lemi dünyada planetlər haqqında çox marağı olub və özüdəki bizim yaşadığımız planetin, yəni Dünya planetini görmək istəyirmiş. Mən sizə bunu qısa danışacağam. Niyə? Çünki sizə daha çox maraqlı gəlsin. Və əsas coğrafiyada həm bunun içindədir. Sizə də tövsiyə edirəm. Və bunu oxuduğumda bildim ki, əsas coğrafiyalar həm bunun içindədir. Və niyə görə Lemi bizim məhz bu dünya, yaşadığımız bu dünya planetində marağı olub və bunu sizə çox tövsiyə edirəm. Və coğrafiyanı, dünya və planetlər haqqında da çox marağınız olacaq. Və bugünlük bu qədər əziz dostlar. Sağ olun, salamat qalın. Görüşmək üzrə.